Azərbaycandakı tənbəl xanımların bəhanəsi. Yoldaşım qısqancdır, işləməyə qoymur. Körpə uşaqlarım var, onlara baxmalıyam. İş var, gəliri məni qane etmir, çox azdır. Onlayn işə müraciət et dedikdə, qollar ballar yığmalısan, məhsul alıb satmalısan, aylardan, illərdən gözləməlisən qazanc əldə etmək üçün. Bəli, çox gözəl şəkildə başa düşürəm. Amma sənin axtardığın işi indi mən sənə təklif edirəm. Aylardan, illərdən gözləmədən, körpə uşaqlarına baxaraq, evdən çıxmadan, qoşulduğun ilk həftədən bir ayda 5 dəfə nəqd şəkildə qazanc əldə edə biləcəyin iş təklifim var. Mən və mənim kimi minlərlə xanım bir ayda 5 dəfə nəqd şəkildə onlayn qazancı reklam meneceri olaraq əldə edirik. Bilirəm ki, bütün günü sosial şəbəkələrdə iş axtarırsan. Bəs axtardığın işi mən sənə təklif etsəm? Bilirəm ki, müasir şəbəkə şirkətlərinə müraciət edirsən və hər birində məhsul almaq, satmaq sənə təklif olunur, Bielorusdakı qazanc əldə etmək üçün müəyyən qədər gözləmək. Amma mən sənə bugün elə bir şirkətlə əməkdaşlığa dəvət edirəm ki, almadan, satmadan və qoşulduğun ilk həftədən nəqd şəkildə qazanc əldə edə bilərsən. Bəli, düz eşitdin məni. Məndən ətraflı məlumat istəyirsənsə, bioda olan nömrədən yaz. Növbəti həftə mənimlə birlikdə sən də öz qazancını əldə et.